Aşağıdakı Python kodunun nəticəsi neçə olur? Baxaq, bizdə bir A dəyişəni daxil edilir və A dəyişəninə gəlir şah diyarı, yadigarı qiyməti verilir. Daha sonra bir T dəyişəni daxil edilir və T'nin üzərində hər səfərində 1 gəlir. Yəni ki, burada bir sayma prosesimiz var. Gəlin ardıcılı baxaq. Deməli, T dəyişənim var, bir I dəyişənim var. A-nı yazmayacağım, zaten gözümüzün qarşısındadır. Nə edirik? Bir dövr prosesi başlatmışıq. Demişik ki, A-nın daxilində I qiyməti verir. Yəni ki, bu nə edir? Buradakı simvolların hamısı sıra-sıra I-yə mənimsədir. Məsələn, I-nin bir dəfə qiyməti olacaq Q hərfi. Növbəti dövrdə qiyməti olacaq Ə hərfi. Növbəti qiyməti olacaq L hərfi. Bu formada gedir ta ki sonda I alır I qiymətini. I qiymətini alır və dayanır. İndi buna uyğun baxaq. Nə edir bu bizdə? Məsələn, ilk hərf olaraq G hərfini verdikdə dövr işləyir və deyir if. Əgər ki şərtdə deyir I A-ya bərabərdirsə, yəni I-nin aldığı qiymət A simvoluna bərabərdirsə və ya nəyə bərabərdirsə, boşluğa bərabərdirsə, yəni ki bunlardan ikisinin biri ödəndiyi halda T-nin üzərində 1 gəlir. Yəni bu o deməkdir ki, əgər ki I-nin qiyməti A-ya və ya boşluğa bərabərdirsə, T-ni 1 vaid artır. Biz də gəlirik baxırıq. Baxın sıra-sıra gedirəm. Q, yəni burada I bunları alırıq. Q, Ə, L, boşluq, E, Y və s. Baxıram, Q hərfində şərt ödənmir, Ə hərfində şərt ödənmir, L hərfində şərt ödənmir. Boşluqda ödənir, T-nin qiyməti nə olur? 1 olur. Sonra Y-də ödənmir, Y-də ödənmir, boşluqda bir dəfə də ödənir, T-nin qiyməti oldu 2. Ş-da ödənmir, A-da ödənir, olur 3. H-da ödənmir, boşluqda ödənir, olur 4. Daha sonra Y-da ödənmir, amma A-da ödənir, olur 5. D-da, I-də, G-da ödənmir, amma A-da nə olur? A-da ödənir deyə olur 6. R-da və I-da da ödənmir. Yekun cavabım olur 6 qiyməti. Yəni burada nə edir sadəcə? A-nı və boşluq olarsa T-nin üzərində bir gəlir. Yəni bunları sayır, ümumi sayını tapır A-nın və boşluğun. Və yekun cavabımız da nə olur burada? 6 ədədi olur.